Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Deməli, buraxılışa dəstək üçün bu videoları çəkirik. Hər gün müəyyən bir mövzular seçib ümidvaram ki, bunları paylaşa biləcəm YouTube səhifəmizdə. Lövhəmiz biraz simmetri xəttlərinə uyğun olmasa da onu görməzlikdən gəlin. Deməli, saydı mövzumuz. Çalışacağım burada əsas məqamlardan qısa və kanonik getdik. Say 2 yerə bölünür dostlar. Miqdar sayları və sıra sayları. Baxın, say 3 yerə bölünmür. Miqdar sayları və sıra sayları olmaqla 2 yerə bölünürlər. Miqdar sayları öz növbəsində 3 yerə bölünür. Bunlar hansılardır? Müəyyən miqdar sayları, müəyyən. Qeyri-müəyyən miqdar sayları və bir də kəsir sayları. İndi gəlin bunları bir-bir parçalayaq, görək bunlar necə olur. Müəyyən miqdar sayları, baxın, adından məlum olduğu kimi, konkret müəyyən bir ədəd var. Burada sizə deyə bilər 5 kitab. Sizə deyə bilər ki, misal üçün, Sərxanın Instagramda 1 milyon izləyicisi var. 1 milyon nətər yazılırdı? Bir dənə 1, 6 dənə də 0 belə olmalıdır, 1 milyon. Aha. Deyək ki, 1 milyon izləyicisi var. 1 milyon da konkret ədəddir də. Demək ki, bu müəyyən miqdar sayıdır. Deyək, nə bilim, 7778 konkret ədəd var da burada. Deməli, müəyyən miqdar sayıdır. Azlığı, çoxluğu bizə fərq eləmir. Konkret müəyyən miqdar sayıdır. İndi müəyyən miqdar sayının özünə məxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlər nədir? Müəyyən miqdar sayından sonra gələn isim təkdə olur. Deyək ki, sizə 5 kitablar olması üçün müəyyən miqdar sayından sonra gələn isim cəmdə olmaz da. Bu zaten cəmliyi bilir. 5 kitab bilirəm ki, cəmdir. 5 kitablar niyə deyib özümü güldürüm, gülünç yerinə qoyum. Demək ki, müəyyən miqdar sayından sonra gələn isim təkdə olmalıdır. Amma əziz və dəyərli buraxılışçılar, belə bir şey də ola bilər. İstisna var. Azərbaycan dili istisnanı sevir. Deyirəm ki, yuvarlaq saylardan sonra zaman mənalı isimlər gələrsə, həmin isim cəmdə işlənə bilər. Misal üçün deyirəm ki, milyon, illər, bundan əvvəl Pakistan xalqı kef eləyirdi. Milyon illər bundan əvvəl Pakistan xalqı kef eləyirdi. İnşallah kef eləsin. Bax, milyon nədir burada? Yuvarlaq saydır. Yuvarlaq saydan sonra nə gəlibdir? Zaman mənalı isim. Demək, yuvarlaq saydan sonra zaman mənalı isim gələrsə, həmin isim cəm şəkilçisi qəbul edə bilər. Həmin isim cəmdə işlənə bilər. Bu da istisnamızdır. Burada misal üçün ilin yerinə an, qərinə, əsr bunlar ola bilər. Yuvarlaq saylarda riyaziyyat müəllimlərinizdən soruşun, desin sizə. Və bundan da kifayətlənmir. Müəyyən miqdar sayından isimlər arasında bir də nə işlənir? Numarativ sözlər. Bu numarativ sözlər hansılardır? Dəyərli insanlar, mən bu hissələri silirəm. Deməli, numarativ sözlər müəyyən miqdar sayla ismin arasında işlənir. 1 stəkan su. Burada 1 nədir? Müəyyən miqdar sayı. Su nədir? İsim. Bu müəyyən miqdar sayla ismin arasında işlənən şapalaq sözdə nədir? Numarativ söz. Və yaxud da deyirəm ki, bir dəst kostyum. Burada dəst nədir? Numarativ söz. Yenə müəyyən miqdar sayla ismin arasında işlənir. Baxın, burada misal yazmışam bir stəkan su. Gəlin stəkan sözünü başqa cürdə işlədim. Deyirəm ki, stəkan qırıldı. Baxın, burada da stəkana biz deməyəcəyik, numarativ sözdür. Burada sadəcə şərait elə yaranmışdı ki, mən stəkanı numarativ söz kimi götürə bildim. Bir stəkan su, çünki müəyyən miqdar sayla ismin arasında işlənir. Amma burada stəkan qırıldı da, stəkan ilə isimdir. Qutardı, getdi. Bir də, gəlin belə bir şey baxalım. Bax, deyir ki, bəzən numarativ söz isimlə arasında işləndikdə kəmiyyət fərqi əmələ gətirə bilər. Gəlin baxaq. Bax, deyir ki, bir ədəd kitab. Burada ədəd numarativ sözdür. Ədədi çıxardıram, deyirəm bir kitab və yaxud da bir ədəd kitab. Burada kəmiyyət fərqi əmələ gətirməyib. Kəmiyyət nədir? Cəmlik bildirsin. Amma bura baxın. Deyirəm bir gül. İndi bunu birlə, gülün arasında bir dənə numarativ söz ala bilirəm. Bir dəstə gül. Bu dəstə numarativ sözü. Kəmiyyət fərqi əmələ gətirir. Axı, mən bir gül nəzərdə tutmuram, bir dəstə gül deyirəmsə, orada ən azı bir 3 dənə gül olsun da heç olmasa. Deməli, bu dəstə nə edir? Artıq keyfiyyət fərqi əmələ gətirir.
Bura qədər qaranlıq qalmasa bir şey var. Onda bu hissəni də silim, keçim qeyri-müəyyən miqdar sayına. Aha, qeyri-müəyyən miqdar sayında məsələ nədir? Qeyri-müəyyən miqdar sayı, bu adından da məlum olduğu ki, burada qeyri-müəyyənlikdir, konkret bir şey yoxdur. Mən bura nə çox sözünü deyə bilərəm, az sözünü deyə bilərəm, xeyli, 5-6, azacıq, bir sıra, bu uzada bilərəm, gedə bilər, qeyri-müəyyəndir. Bu qeyri-müəyyən miqdar sayının içərisində təqribi təxmini saylar var. Bunlar da hansılardır? Təqribi təxmini saylar. Baxın, 5-6. Mən dəqiq bilmirəm ki, bu 5-dir yoxsa 6-dır. Deyir 5-6 nəfər adam gəlmişdi məclisə. Bu şapalaq mənə demir axı 5 idi adam yoxsa 6. Təqribi bir ədəddir. Və yaxud da deyir ki 10-20. Burada da yenə təqribidir. Dəqiq bilmirəm, təxmin edir sadəcə. Bunlar da təqribi təxmini saylar. Və indi bu qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər təkcə işlənir yoxsa cəmdə? Ona baxarıq. Baxın, bir sıra, bir çox. Bir sıra, bir çox. Bir sıra, bir çox sözünə aid olan isimlər, həmişə cəmdə olur. Bir sıra, bir çox. Yazıram, bir sıra, binalar. Burada larlər nədir? Artıq cəm şəkilsiz gəlir. Çünki bir sıradan sonra gələn isimlər nədə olmalıdır? Cəmdə. Və yaxud da bir çox binalar nədə olmalıdır? Cəmdə. Bir sıra, bir çoxdan sonra gələn isim cəmdə olmalıdır həmişə. Daha sonra çox, çoxlu, onlarla, yüzlərcə. Bu qeyri-müəyyən miqdar sayla sonra gələn isimlər həm təkdə ola bilər, həm də cəmdə ola bilərlər. Bax, burada larla, bir də larcə. Bunu yadınızda saxlayın da, bu minlərlə də ola bilər, minlərcə də ola bilər. Əsas çox, çoxlu, onlarla, larlə və larca şəkilçisindən düzələnlər. Həm təkdə, həm cəmdə ola bilər. Çox məktəb, çox məktəblər. Hər ikisini deyə bilərsiniz. Heç bir problem yoxdur. Çox məktəb, çox məktəblər. Yəni, hər ikisi problemsiz işlənə bilər. Ola bilər. Bu arada bunu da deyim, bir sıra və bir çox da elə ola bilər ki, bir sıra bir çoxdan sonra təyin edici söz gəlsin. Həmin söz təkdə işlənə bilər. Amma o sizə düşmür. Sizə düşən budur ki, bir sıra və bir çoxdan sonra gələn isimlər həmişə cəmdə olur. Bu yerdə qalan qeyri-müəyyən miqdar sayları var. Yerdə qalan qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər isə təkdə işlənir. Burada xeyli söz olsun. Xeyli kitablar deyə bilmərəm. Çünki bundan sonra gələn isim təkdə olmalıdır. Deməli, öyrəndim ki, bir sıra, bir çoxdan sonra gələn isimlər həmişə cəmdə olmalıdır. Çox, çoxlu, onlarla, yüzlərcə. Həm təkdə, həm cəmdə ola bilər. Çox məktəb, çox məktəblər. Deyə bilərsən. Bəs, məsələ çıxır ortaya. Qeyri-müəyyən miqdar sayla isim arasında numarativ söz işlətmək olar, yoxsa yox? Təbii ki, olar. Bu hansı saylardır? Baxın, qeyri-müəyyən içərisində var bu 5, 6, 10, 20. Bu qeyri-müəyyən miqdar saylarından isimlər arasında numarativ söz işlətmək mümkündür. Misal üçün deyir ki, qızlar Sərxana 5-6 cüt corab aldılar. Bu 5-6 qeyri-müəyyən miqdar saydır və ismin arasında numarativ söz işləndi. Və bir də qeyri-müəyyən miqdar saylarından bir neçəni yadınızda saxlayın. Bir neçə ilə də numarativ söz işlənir. Bir neçə dəst kostyum aldı. Demək, bir neçə ilə də isimlər arasında numarativ söz işlənə bilərmiş. Sonra gəlir orada kəsir sayları. Kəsir sayları, kəsir mövzusunu müəllimlərinizdən öyrənərsiniz. Səhv eləmirəmsə belə bir şey var da, 2-də 1 misal üçün. Məxrəc burada, sürət də bura eləmi? 2-də 1, yəni kəsir saylarını deyir, belə də yaza bilərsiniz. 2-də 1 bu şəkildə də yaza bilərsiniz. Sonra onu 2-yə böləndə 0,5 eləyir. 0,5 bu şəkildə də yaza bilərsiniz. Yəni fərqi yoxdur, kəsir saylardır. Burada
işlənən daha şəkilçisi də, məsələn 2-də 1. Daha şəkilçisi çıxışlıq hal məzmunu bildirir. Çıxışlıq hal məzmunu bildirir. Yəni 2-dən 1 çıx mənasında. Riyaziyyatın daha dərin qollarında riyaziyyat müəllimlərindən. Deməli, kəsr sayları da bu. Bunlar bu kəsrdir, qeyri-müəyyəndir, müəyyən miqdar saylardır. Bunlar hamısı miqdar saylarına aiddir. Bir də gəlirik sıra saylarına. Sıra sayları. Sıra sayları yaranır. Sıra sayları yaranır ıncı şəkilçisinin köməyi ilə. Incı. Bu leksik şəkilçidir, əziz dostlar. Sıra sayları sifətlə sayın oxşar cəhətlərinə bir dənə də ortaq funksiya əlavə eləyir. Bu nədir? Hansı sualına cavab verməkdir. Biz bilirik ki, sifətlər də hansı sualına cavab verir. Yaxşı, siz mənə bu arada deyin görək. Hansı şəkilçisi ilə düzələn sifətlər yalnız hansı sualına cavab verir? Baxın, indi deyir ki, birinci sinif. Hansı sinif? Birinci sinif. Bu sıra sayları hansı sualına da cavab verə bilir? Və sıra sayından sonra gələn isim həm təkdə də ola bilər, həm cəmdə də ola bilər. Birinci sinif də deyə bilərsiniz, birinci siniflər də deyə bilərsiniz. Heç bir problem yoxdur. Və yaxud da belə də ola bilər. 1900 çoxdanıncı illə. Və sıra saylarında daha diqqət etməli olduğunuz məqam nədir? Misal üçün, sizə belə bir şey verirlər. 17-ci. Sən bilirsən ki, ıncı şəkilçi nədir? Leksik şəkilçidir. Və niyəsə bu uşaqların sistemində problem yaranır bu sözü görəndə. O dəqiqə deyirlər ki, 17-ci düzəltmədir. Amma bu şapalaq 10 və 7 sözləri var axı burada. Sazanlıq eləməyin adı yoxdur. 2 dənə söz var. Deməli, bu söz mürəkkəbdir. Nə olsun ki, burada leksik şəkilçisi var? Bu mürəkkəbdir. Qoy sənə desin birinci sözü. Bu birinci sözünü götür düzəltmə. Gör sənə kimsə nəsə deyir, yoxsa yox. Və biz nə dedik bəyək? Sıra sayları ıncı şəkilçisinin köməyi ilə düzəlir. Demək ki, sadə sıra sayı yoxdur. Sıra sayları ya düzəltmə olar, ya da mürəkkəb olar. Və sizə desək ki, sıra sayları əsasən hansı nitq hissəsindən düzəlir? Siz deyəsiniz ki, saylardır. Və yaxdan dediyimiz 5-ci, 15-ci, 55-ci saylardan düzəlir. Bəs digər nitq hissələrindən düzələn saylar varmı? Təbii ki, var. Misal üçün, biz əvəzlikdən götürə bilərik filanıncı, zərfdən götürə bilərik əvvəlinci, axırıncı, sonuncu. Və sizdən də bir dənə nə istəyirəm? Sifətdən düzələn sıra sayı deyin mənə. Sıra sayları da bu qədər. Daha sonra sizə say mövzusunda nə edə bilərik ki, çarıxmayasınız. Baxın, bayaq biz dedik qeyri-müəyyən miqdar sayları. Mən biri də nə idi? Çox. Gəlin, indi çoxu işlədək görək, çox harada qeyri-müəyyən miqdar saydı, harada yox. Sarxın yoruldun? Gəl baxaq. Deyirəm ki, çox adam bizim məclisdə çox adam var. Baxın, çox sözü nəyə aiddir? Adam isminə aiddir. Bu say da sifət kimi ismə aid olmalı. Çox adam. Buradakı çox sözü saydır. Deyirəm ki, bu müəllimdə yaman çox danışır. Burada çox sözü hərəkətin miqdarını bildirdiyinə görə zərf olur. Bir də var, deyirəm ki, o çox gözəl qızdır. Baxın, burada gözəl nədir? Sifətdir. Sifətin qabağında çox sözü işlənibsə, demək nə yaradıbdır? Dərəcə əlaməti bildiribdir. Demək, buradakı çox sözü nədir? Ədatdır, çoxaltma dərəcəsini yaradıbdır. Bu şeylərə də diqqət edin. Daha sonra sizi necə çağrıştıra bilərlər, dostlar? Bax, çox sözü dedik ki, saydı. Amma çoxluq verə bilər, lüq-lüq şəkilçisi artırar, isim eləyər bunu. Belə yerlərdə çalışın ki, aldanmayın. Təxmin neçə dəqiqə olar videomuz? 15 dəqiqə məncə sizin bəhsinizdir. Bu qədər uzatmağın adı yoxdur. Əsas vacib olan yerləri demək olar ki, qeyd elədik. İndi inşallah davamı gələcək.
Bu arada 5 gün ərzində bizim onlayn sürət qruplarımız da fəaliyyətinə başlayır. Əgər siz də maraqlanırsınızsa, aşağıda şərh bölməsində öz arzu və istəklərinizi bildirin və yaxud da ki, əlaqə nömrələrimizlə əlaqə saxlayın. Sağ olun, sağlıqla qalın.